AR24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mönsümovadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərindən keçək. Amerika Birləşmiş Ştatları və İran arasında gərginlik yenidən diplomatik mərhələyə keçə bilər. Vaşinqtonun müxtəlif kanallarla Tehrana yeni razılaşma üçün mesaj göndərdiyi bildirilir. AXF hərbi variantı tam istisna etməsə də hazırda danışıqlar imkanının açıq saxlanıldığını deyilir. AXF rəsmilərinin açıqlamasına əsasən bildirilir ki, Türkiyə, Misir və Qətər AXF-in xüsusi elçisi Steve Witkov'un İran rəsmiləri ilə Ankarada mümkün görüşünü təşkil etmək üzərində çalışır. Bəs bu diplomatik canlanma, real razılaşmaya aparan yolun başlanğıcıdır, yoxsa mümkün hərbi senarinin qarşısını almağa hesablanmış taktiki gediş? Ətraflı sujetdə izləyək. Vaxtilə maksimum təzyiq siyasəti ilə İranı masaya oturtmağa çalışan Vaşinqton indi paralel olaraq diplomatik kanalları yenidən aktivləşdirir. Belə ki, ABŞ administrasiyasının bir neçə kanal vasitəsilə İrana yeni razılaşma üçün danışıqlara hazır olduğunu çatdırdığı bildirilir. Türkiyə, Misir və Qətər AXF-in xüsusi elçisi Steve Witkov'un İran rəsmiləri ilə Ankarada mümkün görüşünü təşkil etmək üzərində çalışdığı vurğulanır. Məlumata görə proses diplomatik xəttin aktivləşdirilməsi məqsədi daşıyır. Ankara mümkün görüş məkanı kimi seçilərsə, bu Türkiyənin həm NATO üzvü, həm də İranla dialoqu olan aktor kimi balanslı mövqeyindən irəli gəlir. Hətta ekspertlər deyirlər ki, prosesdə Qətər və Misirlə yanaşı adı çəkilməyən başqa dövlətlər də artıq iştirak edir. Kulis arxasında danışıqlar gedir İranla ABŞ arasında. Müəyyən xüsusi nümayəndələr səviyyəsində müxtəlif görünür ölkələrdə, ölkələrin adı çəkilmir. Ola bilsin ki, bu gizli xarakter daşıyan bir danışıqlardır, amma ABŞ-ın konkret təklifləri və şərtləri var. Nüvə proqramın dayandırılması, bir sıra proksi dəstələrə yardım etməməsi İran tərəfindən. Bütün bunlarla belə əsas açar fiqur Tehrandadır. Güman edilir ki, İranın ali rəhbəri Əli Xameneyinin mövqeyi danışıqların taleyini müəyyən edə bilər. Məhz bu baxımdan İran daxilində sərt xətt tərəfdarları ilə daha praqmatik yanaşmanı müdafiə edən dairələr arasında balansın necə qurulacağı həlledici olacaq. Əgər Tehran bunu zəiflik siqnalı kimi qəbul edərsə, proses daha da gərginləşə bilər. Amma istisna da olunmur ki, əslində Vaşinqton da hazırda müharibə tərəfdarı deyil. Bu da bir neçə səbəblərlə əlaqələndirilir. Çünkü bir Venezuela krizinin hemen daha devamında bir Grönland, Kanada, Panama ve Çin ile Tayvan üzerinden yaşanan gerilimler dönemiyle birlikte Arktik bölgedeki nüfuz mücadeleleri devam ederken Amerika Birleşik Devletleri Avrupa ile karşı karşıya geldiği bir dönem yaşarken bir de petrol krizine sebep olacak küresel bir baskıyla karşı karşıya gelebileceği bir ihtimal varken İran ile çatışmaya girmek istemiyor. Nəticə etibarilə ortada iki paralel xətt var. Diplomatiya və potensial eskalasiya. Hansının üstün gələcəyi tərəflərin qarşılıqlı güzəştə nə dərəcədə hazır olmasından asılıdır. Ekspertlər hesab edirlər ki, Ankara görüşü baş tutsa, bu yeni razılaşma yolunda ilk addım ola bilər. Əks halda isə regionun daha sərt qarşıdurma mərhələsinə daxil ola biləcəyi də istisna olunmur.